İmam Musa Kazım əleyhissalam buyurur, bunları yadda saxlayın. Bunlar qaydalardır valla. İmam sözüdür. İmam Musa Kazım əleyhissalam buyurur ki, kim haqq yolunda bugün pul xərcləmirsə, 2 qat artığını batıl yolunda xərcləyəcək. Bu qaydadır. Qaçılmaz bir şeydir. Bunun hamısı təcrübədə özünü sübut edir. Üçüncüsü İmam Rıza əleyhissalam buyurur ki, bizim sizin pulunuza ehtiyacımız yoxdur. Amma kim xums vermirsə biz onu dua eləmirik. İmam Rıza, Rauf, Mehriban imam 500 manata görə imamın duasından məhrum olmaq, 100 manata görə, 1000 manata görə. Nə qədər manat olur olsun, dünyanın hamısına görə. Deyir, 100 min ziyan eləmişəm. Deyirəm, bax gör, harada verməliydin, vermədin. Verməliydin, vermədin. Qabaq düşmək istədin, gəl. İndi həmin puldan artığı, 2 qat artığı çıxdı, heç bir əcrün də yoxdur. Onu da xərcləyəcəkdin, gələcəkdi əvəzi. Əcrün də köz yerində. Hansı faydalı ticarət? Cəmaat elə bir dindar oldun, xərclədin, kasıb oldun, zirəngliyin əleyhinə deyib. Heç bir dini hökm dünyasına insanın zərbə vurmaz. Vursa da müvəqqəti olar, əvəzində artıqlaması ilə yetirər Allah.